Herkese salam, sabahınız xeyir, gününüz uğurlu olsun. Deməli, bu günləri qarışıq bir vlog olacaq, çünki nə edəcəyimizi biz də bilmirik. Günün yarısında böyük ehtimal fikirləşəcəyik. İndi isə mamam bizdən öncə gəlib sahəyə göyərti yığsın, döyğa pişirsin deyə gedək görək nələr oluyor. Öz fəaliyyətindədir. Mamam qəşəng. Yeni səni də. Ay Melis, baxım gülünə. Ne deseydi gülü? Ne deseysin? Gülündü? Ha balam? Mənə də versən. Ay sağ ol, xalasının ağıllı qızı. Xalasının ağıllı balası. Oy, çok sağ ol ömrüm. Harda? Bəs də bəs özünə də qalsın, yaxşı. Hə, alayım, yaxşı. Öpücüğü hak ediyorsun. Ah sen, ben ne yapayım şimdi canımın içi. Bırak beni. Nasıl? Ha. Görürsünüz kızlar. Benim kızım bana gül verir. Aşkım. Ne güzel gülüm var. Halasına verir. Ha, sağ ol halam, sağ ol. Halaya verdin. Sağ ol halam. Da sana ne kaldı? Aynur həmişə şalmandan qorxur. Hani yadında da şalmanlar. Asker gedib çıxaq gör, çıxa bilirəm. Çıxıb geriyə bilərəm. Ama düz yeri sadece sıkıntı partladı. Həqiqi deyirsən. Valla keçən səfər biz burada... Ya bizi əvvəl mən necə yeriyirdim? Onu dərdim, sevir eləmədim. Gəl ye. Otur Melis. Ama. Otur. Bu qədər. Elə bu. Baxam sən Allah göyə. Bakayım, əvvəllikdir. Təzə. Aycan. Tamam mama. Aycan. Elisi əvvəli matur şəriyəcək onu. Hətta turşmazı eləyir, bir şey eləyir. Əvvəli də dostlar budur. Qanqal yoxdur, qanqal qırıq. Qanqal nə gəzir az? Qanqalın da sezonu getdi. Bacı biz gecikdik. Qatara gec qaldıq bacı. Tolanda hörmək olmur. Dedim bir 5 dənə 10 dənə hörəməsəm quruya. Hə, belə şeydə umac eləyib verəndə təzə. Umac hə. Umac eləyirik dostlar qışda. Görmüsünüz də videomda. Var nədir? Yonca. O yoncadır bacı. Cücələrə versəm olar. Mən şəkimdən soruşdum. Deməmiş olmaz. Cücə qabaq verir yox. Hə? Deməli sonuç. Belə. Qabaq verir deyə indi soruş da. İndi gərək indi gedəcəm mən yenə soruşacağam. Hələ bunu hələ. Olmasa hər gün gəlib biraz yedir, təmiz o ət dəhrəsi ilə xırda-xırda Alı doğru. sevi semiri. Yeminə qaç. Otur eləyim də. Ya mama yöneyini bak. Cəbra. Cəbra. Bak. Neresini tamam dedi. Meriske bak. Mama ne verir bak. Aynı bunu senin adından tutuyorum. Sevir. Semmir. Sevir. Götürəm. Semmir. Sevir. Semmir. Sevir. Semmir. Sevir. Semmir. Sevir. Semmir. Sevir. Sevmir. Ay, kalbim. Sevir. Sevmir aynı. Bilsən niyə sevmir? Deyim mən sənə niyə sevmir? Çünki yoxdur axı. Heç kim yoxdur. Heç kim də sevə bilməz məni. Gedək ora çəkim də. Bu da satqın deyil, satqın sadəcə. Satqın deyil Melisdə. Satdı bizi. Hadi nenesini görmeyeyim. Hə. Hadi götürün Ayşegül. Hə. Qızlar, yarpız meşəsidir elə bir yarpızlara baxın. Bu gün yarpızdır bu. Bax, sən qurban ol. Hə, yarpızdır. Bəh, özü körpə yarpızdır. Bu heyvadan yığaydıq, dolma pişirərdik də, nə olar? Qəşəng yeyərdik. Biz niyə yemək yemirik ay Saadət? Deməli qızlar, mamam yazıq bizə sos pişirmişdi, kotlet pişirmişdi, sonra dönən lobya pişirib. Dalına şey, bu gün də heç nə yemirik, nə Saadət yeyir, nə mən. Yazıq mamam da bizə bax heç nə yemir. Bir dənə, uy. Qulaqcığına. Cəgəzə. Oo, məktəblilər getdi. Tənəffüs qurtardı. Sən hara qaçsan məktəbə, xalan qurban, hə. Ha ne kadar fazla sifət dədəsinə oxşuyur. Kopya. Kopya. Bizə bir şey balaca taciri sevəririk. Hə Allah haqqı. Ay qız. Bilirəm az sənə. Krasovka deyə biləm, ayağınız şeydir, rahat deyil.
Gedəcəm saçını. Yerişini. Ölüm o sənin yerişini. Deməli dostlar, biz də Melislə hazırlaşmışıq. Hazırlıq düşmüş aşağı. Gəl, əlini ver mənə. Sadə ilə xəyələyin gözləyirik, gəlsin. Bir də mamam gedəcək oradan. Bir şey var, onu alacaq. Biz də Melis'e aparırıq parka. Mənim şalvarıma baxın, krasovkama baxın dostlar. Ah, Bakı da geldi. Kaçtı. Hadi sağa vurdu xeyri taksın. Xeyri alın be. Kuşların sesine bakayım. Sen evvel de beləydi, yoksa ben o kadar oynayırmışıq ki, belki de ben dolmamışam. Evvel bu kadar idi yani. Sadece adam azaltdı, ağaçda azotlar çoxdu diye daha çok artıblar, elə bilirəm. Meşe olmuyor bak, yok. Evvel bura başka, yok. Ağaçlar biz, mamam gelin bura kösənə sonra şey olur, əkilib. Neydi o ağac? Dostlar, burada Sadihlə satış edirdik, stol qoyurduq. Ne satırdıq, simiçka satırdıq. Hə, mağazam yox, mağazam. Dostlar, bəs sizə nə deyim? Sadihlə şərik girdik. Elə bir ki, o vaxtın nakretkalar var idi, şəkil belə deyim də sizə. Aşka sürgün, acı həyat falan. Sadəcə dedim ki, gedək bundan gətirək, burada sataq. Qızların xatirə dəftəri var idi, xatirə dəftərinə vururdular. Həmən vaxt saat 5 qəpik idi də. Getdik 5 qəpiyə, 40 qəpik bunda vardı, 40 qəpik mən 80 qəpik getdik aldıq, nakretkaları getdik. 10 qəpikdən ya da 15 qəpikdən belə satdıq. Satdıq, mayasına dəymədik, vurduq, satdıq. Bu, axırda bir dənə belə şey, stol qoyduq o göstərdiyim yerdə qabağımıza, elə satış edirdik. Elə, bax burada görürsünüz bu evi. İndi evdə. Bunu mağaza götürdük. Onu mağaza götürdük. Sadət gelib mallar vurdu. Mən də satçı kimi işləyirdim də, amma şərik girmişdik. Bir müddət sonra Sadət gəldi ki, dükana gedir. Elə bir ki, mal gətirməyə getmiş də. Gəldi ki, pirojna yeyirəm. Bir də Cansunu açıb qoyub bölümə, Cansunu pirojna içirəm. Mənlə dava elə ki, əziyyəti mən çəkirəm. Yadındadır, mən gedirəm, mal vururam, sən burada oturub şey yeyirsən, mayadan yeyirsən, nə? Səni şərikdən çıxardıram. Götürüm, mən də deyirəm ki, indi oturacağın hesaba da çıxıldı o şəri. Neyse dedim, indi oturacağın hesaba. İndi mənə normal pul verəcəkdir. Götür mənə, dünyanın üzünü kör qoy. 40 qəpik ver ki, al. 40 qəpik, hə, nə tür? 40 qəpik. Nə yapıyor, ben satış edirəm kimiydi, fərqi nədir ki? Nə yiyir, bir dənə ömrümdə 2 dəfə məşini şey yiyən deyirəm, ömrümdə 2 dəfə açmışdım. Yedim. Mamam da ki, malların hissəyə verə bir sözlə dükkanı bankrot elədi. Yox, hər şey var idi dükkanda. İrələtmişdik. Dəftərimiz var idi dostlar. Biz siz nə qədər qonşum bizə pulu var idi, borcu var idi. Buradan səslənirəm qonşulara. Xahiş edirəm. Bəzilərinə yox. Borcu qalan hər kimsə gətirin pulumuzu verin. Ən azı birini 150-200 yalanla pensiyan alacağım, verəcəm deyə. 150-200 də o qədər yuxarı getmə. 90 zot nə? Şeyin nə qədər borcu var? Yalan danışmadım amma indi mən yalancıyam. Cəmaət məni yalancı kimi tanıyacaq. 2 manat. Yo, mən çəkdim. Hayır, bu altdan yuxarı çəksə. Ben de çekse. Ben Çəkiliş eləməkdir. Hangi kimdi bu Ağbaş? Ne? Ağbaş. Mən səsləndir də, video demirsən, mən YouTube çəkmək istəyirəm, səsləndir. Böyle bir YouTube çeksen. Əziz və hörmətli YouTube izləyicilərimiz, bu Ağbaş qızdır. He. Bu ağdan biraz sarıbaş, bu da kırmızı baş. Dalleşi. Bu da ki, çıkılı kızdaki heç yumrucaqdır. Evet. Bu elə bir ki robotdur, müqavvadır. Bu Bostanazada qoyurlar. Bostanazada qoyursunuz müqavva, bax ondandır. Bu sesi biliyor buraya. Hə, Bu da elə bir suçudur, sahə suçusu deyil, buranın suçusu. Sahə suvaran. Buna da bir 10 dənə qoyun, Allah qoysa 21 dənə qoyun alacağım. Ey zan çobandır. Çoban, əlində bir çomaq, çara çörəyin arasında şor, özə adam boğan şor. Bir butulkada soyuq su. Adam boğan niye?
O eləsi var, yaxşıdır, eləsi var adam boğandır da. Çox sağ Ala. olun. Çox sağ ol. Çox gözəl. Azaladı da, hə. Bu. Nətər? Mama. Ay mama nətər? Bərdə nədir? Bakı küləklər şəhəridir, Bərdədə ürəklər şəhəri. Ay, elin dostlar. Ürəkdən odur da. Ürəklər şəhəri. Tup. Biz elə bir ürək bup atır. Nə oldu bu? Gəlmədi taksi. Bot hə, var. Bot var üstünə gəlir. Aman tanrım bu. Bu nə təminləyəcəyim bunu oraya deyə. Aman tanrım. Mama onu da keçirsən qabağa. Elin takaramından götü gəldi Bakıdan. Bu da bizi laf şey elə deyir. Pul veririk. Elin takardan beləsin götü. Ne görmədin? Deməli dostlar, mamam getişib mağazaya. Oturmadı da maşında 5 dəqiqə ki. Uşaq gəldi, o saat kəstirdi buranı. Hə. Salam, xoşum. Deyir, nə deyir də mama da. Hələ belə iki tərəfi görməmişəm. Bir dəfə yeni tərəfdən oturdum bilmez. Ne qədər elədim, yağış da yağır. Bacımgil orada olurdular. Ona getmişdim. Gəldim, durdum yolun qırağında. İndi hansı taksiyə əl vururam, əl eləyirəm belə. Qabaqda da qazırım 4 idi. Nəysə, axır ki o yağışda bir kişi, qoca kişi saxladı. Dedim, dayı, məni Sumovskiyə apararsınız. Deyəndə, dedi, belə baxdı, yağışa baxdı, mənə baxdı. Dedi, qızım, səni yağışa qoymaram, aparmam. Amma o yolu gedəndə mənim dişlərim ağzımdasın. Yazığı da şıpratı edilmişlər. Tık elədikcə ağzımda dişlik gələrdir. Amma limon tuzu bir qaşıq, 3 litr suya koymuşam, çay qaşığı. Bədəni yaralı olan, bədəndə qalır, görəcəm bu. Hə, yaman Gələ yorla yoxda. Ya iməmi suyunda. Ürəyimdən keçdi həkim, dedim birdən yandırar vurmalım Allah haqqı. Belə dedim, ha, problemli idi. Hə, nə? Hə. Cidden çok sıkılar ya Allah. Ne geçeydi? Kızım ne geçeydi? Ona bu. Bir şey bu. Demek dostlar bir şey görüp. Yəni kolalarına kes bakıyor onlar kadar. Aynen. Çünkü bak benimle bu. Bebeleri de var ya onun. Ha ne kız burada. Ona vurma. Çaba bebeleri. Çaba kızım. Çıkalım kurban bak. Ay Allah bebeler. O bizi duyar az. Bebelerine bak bir şeylerin. Çit bak. Miyav. Kızlar biz yine geldik meşanımıza. Mersi gətirmişik gəzdirməyə. Gedək həm özümüz çay içək, həm gəzdirək. Qoyuşaq biz böyüdüyümüz yerdə böyüyək. Qızlar, Saadətin video kaldırına baxın. Orada qəşəng qızlar yaxınlaşdı. Çıqlı meytəflər. Aman tanrım, qızlar məni də qucaqladı uşaq. Aynur dedi, şok oldu. Deməli, mən artıq bir tanınmış insanım. Məni harda görürüz qızlar? Qaça-qaça qucaqlaya bilərsiniz. Mən də qaça-qaça qucaqlaya bilərəm. Yəni, relax. No problem. Deməli, qızlar, Melis sözdə özümü buradan maşın tapıb. Görək, işləyirsə, mindirək sürsün balam. Minməksə, mən sizə keçən dəfə parkın içini göstərmişdim, amma oturduğumuz yeri göstərmişdim. Gəlin, indi sizə Pərdə Parkının içini göstərəcəm. Çox qəşəngdir həqiqətən. Ya görüm aşkım. Gedək appamızı ye. Dayıcı üçün YouTube çəkir. Appamızı bak. Mahnıların səsindən təəssüf ki, çox şey deyə bilmirəm, rahat çəkə bilmirəm. Burası çox qəşəngdir qızlar. Burada nə qəşəng velosiped sürmək olar. Son səsə baxın. Bəh. Çəkiliş edirəm, gedin siz. Sonra belədir. Dümdüz yoldur. Burada çox qəşəngdir. Amma bura bağlıdır. Açıq olsaydı oradan daha rahat çəkərdim sizin üçün. Və sonra belədir. Çox qəşəng yerlərdir. Orada da quşlar var ya. Oralara keçməyə icazə olsaydı, keçib şəkildə çəkdirərdim qəşəng. Amma təəssüf ki, icazə yoxdur. Bilmirəm, indi yayda olur. Mən burada yaşamıram deyə tam məlumatım yoxdur. Elə bilirəm ki, yayda olur. Çünki TikTokda falan qarşıma çıxıb
Çox adam fotosensiya falan elətdirib buralarda. Yəqin biz sezonunda gəlməmişik. Belə qızlar. Sonra gedim görüm başqa hansı atmosferi çəkib sizə göstərirəm. Bir də qızlar. Gəlmişik. Melisa belə düyü almışıq. Düyü yeyəcək Melis. Gel otur. Melisimizi yedirdik. Ondan sonra devam. Peki çöldə yeyər. Evdə yeyib əslində. Dedi peki çöldə də yeyir. Hadi evdə yeyir amma az yeyir də, yəni yemir paşda. Çok az yiyir. Dedi pek. Havada yaxşıdır. Çöldəki yer. İnşallah yer. Oo abba yes. Mənə də ver nə olar. Telefon. Ali. Ay sineksin. Ay yo öyle yemek yesin. Şurada ha. Evdə yemək yemirdi, çöldə yemək yeyir. Şükür. Kuşlar da çura Heç ya. yeməklə arası Kuşlara yox da bax bu nə uşağın. qədər- Heç yeməklə işi yox. Neyse dostlar, axırda bitər dostu yedi biraz. Şuraya yine bir nesi kaşık yedi. Birazdan yine vereceğim anne. Ne? Birazdan yine vereceğim. Ha. Gede özümüzə nəsə yeyə ölləmacından. Yenə oraya yazıblar nəsə. Yok M, M. Ülerini beğendim. Ha, çox qəşəngdir. Spagettiləri olar məncə. Gəl iskə. Spagetti de var orada. Hə, məncə orada yemək çox şey. Ha, vereyim. Hə, qaç. Bax balaca boyu var, türlü huyu var. Hadı, bıdı. Bu birisi də mıdı. Hamısı da çıxılıdır. Burada uşaqların parkıdır. Var. Məştəşə. İnanırsan yok. Məştəşə. Ne məştəşmirsən? bakar. Kim bakır buna? Sadə marojna xotiş. Belə çıx. de bizim arasında gelsin. Qəşəng idi keçən dəfə. Tam da onu söyle. Sadə marojna xotiş. Yersən qatlam. Fatih, mən də bunu bəyənirəm də. O da dadlı ola bilər. Şeyrət adıram. Bu üstünə fıstığa görə yeyirəm. İnanırsınızlar. Melis orada özü üçün şəllənir. Gedim biraz da onu çəkim. Bak bak. Ha Melis. Aycun. Korksa. Aycun. Korksa kalırsın. Dayandın da istiyorsun. Düşürsən? Hə ki. Qorxur. O ne sürürəm da? Sür. Getdik. Getdik. Hə, gel. Get. Pi. Mən də gəldim bak. Elə çıxaq bura sürüşə də. Evet dostlar, biz de oturmuşuq biz kasıblar. Boş-boşuna Saadet doğurduğunuz için ne bileyim. Allah en zıptan gitmiş adam kimdi? Ona sıkıyorum. Görmür. Bizi gör. Oo, gitti. Yahoo. Oho, Melis gitti. Deseydi. Hakikaten diyor. Uhu. Yahoo. Aman böyle açmışım ya. Sen tutma. Melis elini çek bana bakayım. Yahoo. Sağ bizim biraz arka kapısı. İnarsız içimden ne keçir buna minmək. Amdı valla. Yine minərəm mən buna. Baxdan gözüm qaşım qaynayır. Ona da minərəm bax. Ona da minərəm. İnarsız. Bunun içine sürüştüm bundan özüm. Ha burada da sürüşmür. Melis geç. Sürüşdürün, uşağımı əyləndir. Deməli qızlar, Bərdədə indi parkın içində restoran var. Yuxarısına qalxırıq. Gedirik, oturaq. Saadət də yoldaşı ilə ilk aşkını burada yaşayır. Hə. Gedək biz də çörək yeyək. Acından ürəyimiz gedirik sərdən. Mənzərəsi belə çox qəşəng deyil. Sizcə də maşallah. İndi buranı təmizləyəcəklər. Əyləşib burada çörək yeyəcəyik, çay içəcəyik. Qəşəng özümüz üçün istirahət edəcəyik. İnşallah ona qədər gün gedər. Deməli dostlar, dedim ki, bu manatı götürün mənim olsun. Ona görə Allah sən saxla. Qaraçı. Sabah dedin Al ha. Uy, Allah sən saxla. Qəpişnik. Qəpişnik bacım. Üfüre. Üfür. Üfür ömrüm. Ne oldu üstüdü? Hə. Ye koy. Sən bu çörəyi kim yeyəcək? Bacı, bu çörəyi kim yeyəcək? Başına dön. Sen. Mən yeyəmərəm çörək. Ben de söyleyeyim değil mi? İnanın dostlar, həqiqətən çox acımışam da. Göz haqqınızı halal edin. Yəni, artıqdan mədəm istələmirəm.
Burada da biraz hava geçen olsaydı. Geçen yolda. Biraz mi. Çok hoş olardı. Ben dostlar yemeğimiz de geldi. Ben de həmişə kimi ət yeyə bilmirəm. Neyim Allah haq. Toyuq. Mənim üçün toyuqdur. Toyuq kebabıdır. Ha, şur. Ama etsen. Və qızlar sonunda da belə çay dedik. Uşağımız da dəhşət kürləşir. Yoxsa gəlir nədir bilmirəm. Çayımızı içib yollanacağıq evə. Hələ qızlar gedirik. Şeydir, səhər nə idi? Gedirik qızlar yemək yeməyə. Mingəçevirə, tacirmə, bunlar. Gəlmir xalan qızı. Valla bilmirəm, mən də yaman gözlərim ya. Elə bir podiuma gedirik dostlar. Hələ xəyalə gəlib çıxmıyor. Gəlməzlər. Dostlar, Dakı gəlir, Dakı. Bakı tez gel. Yani görürsünüz birbirinizi. Az onu iş tutmuşam canım. Sən sağ ol. Ha, Güzel. elə. Bax gözlə. Pis vurmadım. Yox, şey alırsan. Gözəlsən, gözəl. Tamam. Deməli dostlar, burada Yevlaxdır. Yevlax yolundan keçib getməliyim Mingəçevirə. Dedim buraları da bir siz görün. Yevlaxda olanları da asoblu salamlayıram. Qəşəng yerdir Yevlaxda, yaşanmalı yerdir Yevlaxda Mingəçevirdə. Mən çox bəyənirəm. Deməli axır ki gəldik Mingəçevirdə çatdıq Ada restoranına, amma ki burada əyləşə bilmədik. Çox ağca qanat var idi və buradan yollandıq başqa bir məkana. Orada çəkiliş eləyə bilmədim. İndi isə yollanırıq evə. Dedim sizə biraz da Mingəçevirin orasını, burasını göstərim. Təəssüf ki, axşam gəldik çatdıq. Rahat video çəkə bilmədik, amma istəyirdim gününüz olsun, rahat sizə video çəkim. Yazırsan. Yazır. Aşkım. Yazırıq be. Nə gün o bu? Ha, o saat, hə. Hə, fikri də orada da yazmaqda. Yazsa qalan əlinə. Nə istəyirsən az yolla. Her şeye uzadır. Nuş olsun, nuş olsun. Her şeye süt. Hə, mənə bax, üstünü də batırmısan ha. Üstünü də batırmısan. Güzel. Düzdür. Baxır, sepə baxır. Allah sep. Allah ömrüm Allah. Mamamın gözündən bax. Evdə vitrində nə var? Götürüb gətirib. Hə, götdüm hə. Hə, götdüm. Güzel güzel. Tasarruf vəzir. Sən Allah dəymə sadət. Mamam gəndə göstərəcək. Hə. Ay Allah, nə qəşəng. Ay Allah. Öyle değil alkışla. Saçımı ötürüyor. Yaxşıdır hə. Nənəsidir. Görsen alkışları çıktı ya. İndir onun yukarısına bak. Aldı adam buradan işleri çıkan hepsi. Deməli dostlar, Melis də Sadətə corab giyindirir, səhər atılıb. Sadə bu gün gedirsiniz? Bu gün gedirsiniz? Bugün gidiyoruz. Kaynanam ile. Aha, Biraz orada kalacağız. aha. Biraz dərkən kaç gün? Canım. 20 gün, 30 gün oldu. Yəqin 2 gün qalarsınız. 30 gün məni izləyirlər. Deməli dostlar, burada da videonu yekunlaşdırıram. Gününüz bir daha uğurlu, xeyirli olsun. Kanala abunə olmağı, yorum yazmağı, bildirişlər açmağı unutmayın. Hər birinizi sevirəm. Seviyoruz. Öpüyorum sizi. Bağrıma basıram. Bye bye.